Yaxşılığı sonsuz, neməti bol olan Allahın adı ilə. Əziz müsəlmanlar, gözəl dostlar, bugün inşallah indi boş və faydasız işlərlə məşğul olmağın aqibəti və buna Allahımızın münasibəti, fəsadların törənəcəyi barədə boş və faydasız işlərlə məşğul olduqda fəsadlar törənir. Bu barədə danışaq inşallah və bunun üçün buna qarşı daha doğrusu nə etmək lazımdır? Bu barədə biliyimizi möhkəmləndirək inşallah. Amin. Düz deyilibdir ki, haqla məşğul olmasan, batil səni işğal edir. Bilirik ki, haqla məşğul olmadıqda batil adamı işğal edir. Ayələrin içindən boş şeylərlə vaxt keçirənləri nə gözləyir deyə bildirişlər var. İndi buyuraq, qulaq asaq. 74-cü surənin 45-ci ayəsində buyurulur ki, cəhənnəmə düşənlərdən deyəcəklər ki, boş şeylərə dalanlarla birlikdə biz də boş şeylərə dalardıq. Deməli, cəhənnəmə düşürlər, boş şeylərə dalanlar. 23-cü surənin 3-cü ayəsində buyurulur ki, nicat tapanlar həm də o kəslərdir ki, lağlağdan üz döndərirlər, yəni lağlağdan, yəni lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən üz döndərənlər nicat tapanlardır. Bu ayənin ardından gələn ayədə də buyurulur ki, onlar təmizlənmək üçün çalışanlardır. Bu cümlədə pis və yanlış, batil olan hər şeydən təmizlənmək üçün çalışmağın, yəni haqq yolda çalışmağın gərəkliyi göstərilibdir. 9-cu surənin 67-ci ayəsində buyurulur ki, münafiq kişi və qadınlar pisdirlər, pisliklərdir, onların pislikləri açıqlanır və belə buyurulur ki, onlar Allah'a unutdular, Allah da onları unutdu. Allah bilir ki, heç nəyi unutmur, ancaq Allah bunu deməklə demək istəyir ki, Allah da onlar Allah'a unutduqları üçün bu hallarında tərk etdi. Bəli, Allah'a tutunmağı unutduqca tutunduğumuz hər şey başımıza bəla olacaqdır. Bu həmişə belədir və belə də davam edəcəkdir. Yəni, Allah'a tutunmağı unutduqca tutunduğumuz hər şey başımıza bəla olacaqdır. Sonra 4-cü surənin 140-cı, 6-cı surənin 68-ci ayələrində buyurulur ki, ayələrinizə istehza edənləri gördüyünüz zaman onlarla bir oturmayın, üz çevirin onlardan. Çünki onların tayı olarsınız və cəhənnəm əhlindən olanlar içərisində yer tuta bilərik. İndi bu ayələrdə 4-cü surənin, 6-cı surənin 140-cı, 68-ci, yəni ayələrdə buyurulduğu kimi ayələrə istehza edənləri gördüyümüz zaman onlarla bir oturmayaq, onlardan üz çevirək. Bunun boş vaxta nə dəxli var? Həqiqətən də bilinir ki, faydasız, fəsada aparan, lüzumsuz şeylərdir. Yəni, haqqa əsaslanmaq lazımdır həmişə. Açıqlanması belədir ki, biz hamımız bilirik və bilməliyik ki, din həyat tərzidir. Allahın dini dedikdə, Allahın qoyduğu qayda qanunlara əsasən yaşanılan həyat tərzi nəzərdə tutulur. Allahın dini Qurana əsasən yaşadıqda, onda Allahın sevdiyi həyat tərzi adlanır ki, bu onu yaşamış olacağı və başa düşürük ki, əgər Allahın ayələrini lağa qoyanlar varsa, onlar Allahın bizə göstərdiyi dini lağa qoyurlar. Bizi Allahın bəyəndiyi həyat tərzi sürərək yaşamaq əzmimizə onlar bizim Allahın bəyəndiyi həyat tərzini sürərək yaşamaq əzmimizə qarşıdırlar. Allahın ayələrini lağa qoyanlar. Uduzmamaq üçün gərək dəyərləri tapdalamayaq və haqq dinlə, düzgün həyat tərzi ilə cilalanaq. Gərək insan Allahın hər bir bəndəsi
boş vaxtında da ibadətlə məşğul olur. Yəni Allah'a xatırlayır, yaxşı işlərlə məşğul olur. Yoxsa fəsadlar törənə bilər. Məsələn, 9-cu surənin 69-cu ayəsində belə buyurulur ki, bizlərdən də əvvəl yaşamış olanlar daha qüvvətli idilər, mal dövlət, övlad baxımından daha artıq idilər. Onlar dünyadakı qismətlərindən həzz alıb bəhrələnmişdilər. Və buyurulur ki, həmin münafiqlər kimi indiki münafiqlər də dünyadakı qismətlərindən ləzzət alıb bəhrələnirlər. Sonra görün nə buyurur Allah? Buyurur ki, Allahımız deyir ki, siz də onlar kimi yalan bataqlığına yuvarlandınız. Onların, yəni belələrinin əməlləri dünyada da, axirətdə də puça çıxacaqdır. Onlar özlərinə zərər edənlərdir. İndi baxaq ki, bu nə deməkdir? Yəni, başa düşən, anlayan bilir. Mən də öz payımı, yəni anlatmaq payımı burada göstərmək, vermək istəyirəm ki, sözlərimlə bildirim ki, demək, mal dövlətin nə qədər çox olsa da, nə qədər qüvvətli olsa da insan övlad baxımından nə qədər artıq olsa da, gərək Allahın yəni göndərdiyi Qurana əsasən yaşaya, mal dövləti də necə xərcləmək lazımdır, övlad olduqda, mal dövlət olduqda, qüvvət olduqda da necə yaşamaq lazımdır. Bunların hamısını Allahımız Quranda ayələrlə bildirir. Əgər hər şeyi unudub, yəni bu haqqı unudub, yalnız qismətindən ləzzət alıb bəhrələnsə, onda insanın dünyada da, axirətdə də əməlləri puça çıxar, onlar özlərinə zərər etmiş olacaqlar. İndi ayələrdən başqa hamının bildiyi, mən də özümün inandığım bir şey var ki, düzgün yaşamaq üçün insan gərək birinci olaraq yox sözünü bilə, yox, xeyir sözünü və başqalarına yaxşılıqlar edə. Yəni, həm özünə ilk növbədə yox deyə bilə insan, İlk növbədə özünə yox deyə bilə insan. Yox, xeyir sözü insanın şəxsi effektivliyi baxımından mühüm alətlərdən biridir. Özünə və kimə, nəyəsə yox deyə bilməyən birisi ən pis vərdişləri qazanaraq xeyirsiz, keyfiyyətsiz birinə çevrilmiş olur və fəsad törədən birinə çevrilmiş olur. Ömrümüzü keyfiyyətli ömrə çevirmək üçün gərək bayaqdan danışdıqlarımız kimi həmişə, hər işimizdə, sözümüzdə, əməllərimizdə Allahı xatırlayaq, Allah nə deyər deyə düşünək, kimisə nə deyəcəyi ilə təsirlənməyək, Allah nə deyər deyə düşünək, bununla təsirlənək. Və onda fəsadlar olmaz, hər şey yaxşı olar. İnşallah, amin. Sağ olun, hələlik. Allah amandır.